Mediada daha çox müzakirə olunur. Ən aşağı sosial müavinət veteran puludur 80 manat. Bu məbləğin 2026-cı ildə artırılması gözlənilirmi? Ümumiyyətlə, 2026-cı ildə dövlət büdcəsinin sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar gözlənilir. Bütövlükdə bu istiqamətdə 17,1 milyard manat vəsait ayrılacaq. Bu, büdcə xərclərinin 41%-dən çoxudur. Bildiyiniz kimi, qanunla müəyyənləşən artımlar, təbii ki, bunlar Milli Məclisin və ya qanunverici orqanın səlahiyyətindədir. Çünki qanunverici orqan qanuna dəyişilir və ya qanunun qəbul edilməsi ilə məşğuldur və o cümlədən həm pensiyanın indeksləşdirilməsi, pensiya kapital indeksləşdirməsi artırılması bu əmək pensiyaları haqqında qanunla tənzimlənir. Yəni bunlar qanunla tənzimlənən və qanunun tələbinə uyğun olaraq həyata keçirilən artımlardır. Ehtiyac meyarı, o cümlədən yaşayış minimum bu təbii ki, qanunla tənzimlənir. Bu sosial yardım məbləğlərinə təsir göstərir. Digər veteran pulu daxil olmaqla digər müavinətlərdəki artımlar bildiyiniz kimi bununla bağlıdır bizim mütəmadi təkliflərimiz var və təqdim edilir. Ümumiyyətlə bizim Milli Məclisə təqdim etdiyimiz təkliflərdən biri ondan ibarətdir ki, bu məbləğin kommunal, nəqliyyat və digər xərclərdəki artıma bağlanılması daha məqsədə uyğun olardı. Yəni bir tərəfdən baxmaq olar, bu məbləğ müəyyənləşəndən sonra həmin kommunal xidmətlər, nəqliyyat və digər istiqamətlərdə artım faizi nə qədər olub, ona uyğun olaraq indeksləşdirmək olar və eyni zamanda gələcəkdə həmin istiqamətdə artımlar olursa, artıq ilin sonunda indeksləşdirir və pensiyalarda olduğu kimi məhz veteran pulu və ya digər uyğun müavinətlərin artırılması həyata keçirilə bilər. Amma təbii ki, ümumiyyətlə sosial müavinətlərlə bağlı bildiyiniz kimi Cənab Prezident tərəfindən 2025-ci ildə sərəncamlar oldu, sosial müavinətlərdə artımlar qeydə alındı. O baxımdan növbəti ildə də bu istiqamət hansısa istər müavinətlər, istər təqaüdlər, istər digər ödənişlərlə bağlı artımlar olursa, mütəmadi təbii ki, izahatlar təqdim olunacaq. İstəyirəm sonuncu sualımızı ünvanlayayım. Vətəndaşlar arasında belə bir fikir var ki, yeni pensiyaya çıxanlarla, məsələn 10 il bundan əvvəl pensiyaya çıxanlar arasında pensiyaların məbləğində fərq var. Həqiqətən belə bir fərqlər varmı və varsa əgər bunun balanslaşdırılması istiqamətində hansı işlərin görülməsinə ehtiyac var? Bilirsiniz, pensiya məbləği birbaşa pensiya kapitalı ilə bağlıdır. Yəni, vətəndaşımızın pensiya kapitalı çoxdursa, nəticəyə etibarən pensiya məbləği də çox olur və ya pensiya kapitalı azdırsa, nəticədə pensiya kapitalına uyğun olan pensiya məbləği də az olur. Təbii ki, əslində bu pensiya kapitalı ilə sizin qeyd etdiyiniz məqam böyük ihtimalla pensiya kapitalına bağlı müəyyənləşmiş pensiya məbləği ilə deyil, xüsusi şərtlərlə pensiya çıxan vətəndaşlarımızla bağlıdır ki, onlarda yeni qaydalar tətbiq olunur və yeni qaydalar tətbiq olunduğuna görə onların pensiya məbləğlərinə təsir göstərir. Amma bizim ümumiyyətlə Milli Məclis büdcə müzakirəsində də təklifimiz ondan ibarət idi ki, xüsusən də qadınların pensiya məbləği ilə müqayisədə fərqli yanaşmanın tətbiqi olunması yaxşı olardı. Çünki rəsmi statistikaya görə qadınların əmək haqqısı kişilərlə müqayisədə azdır. Yəni, qadınlar əmək haqqısı kişilərin əmək haqqısının təxminən 67%-ni təşkil edir. Yəni, bu demək ki, qadınların əmək haqqısı az olduğuna görə onların pensiya kapitalları da az olur. Və pensiya çıxan zaman təbii ki, aldıqları pensiya məbləği də yüksək olmur. Bir sıralarda və ya xüsusən qadınlara müqayisədə bu halların sayı daha çoxdur. Ona görə bizim təklifimiz ondan ibarətdir ki, qadınların pensiya kapitalı həmin xanımlarımızın, vətəndaşlarımızın pensiya yaşı tamam olan zaman xüsusi əmsala vurulsun. Məsələn, əgər 67% burada 33% fərq varsa əmək haqqıda, 33% pensiya kapitalı artırıla bilər, pensiya yaşı tamam olan zaman. Nəticədə bu ona gətirib çıxaracaq ki, həmin vətəndaşımız pensiya çıxan zaman onun pensiya məbləği əslində pensiya kapitalı müəyyənləşdirən məbləğə nisbətən 33% daha çox olacaq. Ona görə biz təbii ki, xüsusən də pensiya kapitalına uyğun pensiya müəyyənləşdirən zaman sizin qeyd etdiyiniz suala uyğun olaraq məhz digər keyfiyyət meyarlarından, digər əmsallardan istifadə edilməsini təklif edirik. Bu istiqamətdə təbii ki, müzakirələrimiz davam edir və bu tip meyarlardan və əmsallardan istifadə edilməsi həm də pensiya məbləğləri arasındakı fərqin azalmasına və median pensiya məbləğinin artmasına gətirib çıxara bilər. Çox sağ olun, təşəkkür edirik, gəldiniz, suallarımızı cavablandırdınız. Xatırladım ki, qonağımız Milli Məclisin deputatı Vüqar Bayramov idi və yayımımız bitdi. Sağ olun, gələn görüşlərə dək.
Asan TV-də və Asan Radioda müsahibə.